göstəricilər, yəni normativ tələblər tam uyğundur və buna görə də biz sizə təşəkkürümüzü bildiririk. Elə bu formada da nəqliyyat vasitənizi idarə edin. Təşəkkür edirik, çox sağ olun. Dövlət Yol Polis İdarəsinin bölmə rəisi polis kapitanı Nəsirli. Bildiyiniz kimi, Daxili İşlər Nazirliyi və Ekologiya Təbii Sərvətlər Nazirliyi ilə birgə may ayının 10-dan iyun ayının 10-na dək Respublika ərazisində təmiz hava aylığına start verib və məqsədimiz ətraf mühitin insanın sağlamlığına dəyən ziyanın qorunmasıdır. Nəqliyyat vasitənizin mühərrikinə atmosferə atılan dəm qazının miqdarı xüsusi texniki vasitə ilə yoxlanıldı. Normalara uyğundur, təşəkkürümüzü bildiririk. Elə bu formada da nəqliyyat vasitənizi istismar edin. Yolunuz açıq olsun. Çox sağ olun. Jetur, gələcəyə toxunmağı sevənlər üçün.